Tanınmış xanəndə, əməkdar müəllim Qəzənfər Abbasov bir neçə gün əvvəl İrandan Bakıya gələrkən hava limanında saxlanılıb. Həm konsert proqramı, həm də səhhətində yaranan problemlə bağlı İrana gedən xanəndənin hansı səbəbdən saxlanıldığını elə Qəzənfər Abbasov özü aydınlıq gətirib. İzləyək. Aeroportda onların o ittilatı, polisi, zaten məni yola salanların hamısını çıxartdılar, mənim yanımdan kənarlaşdırdılar və dedilər ki, biz özümüz yola salacağıq, siz narahat olmayın. Və mənə apardılar. Qəzənfər Abbasov 12 gün öncə İranda tələbəsinin dəvəti ilə Təbriz şəhərində konsert proqramı verib, eyni zamanda ustad dərsləri keçib. Bakıya qayıdarkənsə hava limanında saxlanılıb. Onun sözlərinə görə əvvəlcə səfərinin məqsədi ilə bağlı hava limanında sorğu-sual edilib, daha sonra isə mobil telefonu yoxlanılıb. Saat 9-10-a işləmişdən düz 11-ə qədər məni təyyarə hardasa qalxana yaxın, uçana yaxın 10 dəqiqə qalmış məni buraxdılar. Təxminən saat yarımda, indi saatı bilmirəm də, indi orayla buranın vaxtında bir yarım saatda var. Və məni çox sorğu-sual elədilər. Xanəndə deyir ki, telefonunda olan əlaqələr və fotolar xüsusi diqqət çəkib. Telefonunda İran prezidenti Məsud Pezeşkiyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşlərinə dair fotoların olması vəziyyəti tam dəyişib. Baxdılar, gördülər ki, mənim telefonumda yəni yaxın adamların, tələbələrin, ondan sonra mənim dostlarımın, burada olan Təbrizdən olan tələbələrin nömrəsidir və onların içində də Həbib Şirazər, Nasir Ətapur birinci yerdə idi. Baxdılar ki, Nasir Ətapur və Həbib Şirazi ilə ortasında cənab prezident Məsud Pezeşkiyanın şəkili var. Sonra bizim prezidentin şəkili Pezeşkiyanla Bakıda görüşləri var. Onlar mənim səhifəmdədir. Bəzi xəstəliklərdən əziyyət çəkdiyini deyən Qəzənfər Abbasov bildirdi ki, baş verən hadisə səhhətində ciddi problemlərə yol açıb. Təsəvvür ki, mən şəkər adamam, mən şəkərim qalxdısa, mənə dedilər ki, sən burada saxlayacaq, səni biz buraxmayacaq, sən biletin getdi. Qeyd edək ki, Qəzənfər Abbasov hazırda Azərbaycandadır və müəllimlik fəaliyyətini davam etdirir. Fidan Səfər, Məhəmməd Həsənzadə, SPX xəbər.